Məncə, mənim fikrimcə, toyu mən hər zaman demişəm, idarə etmək, o toyu öz öhdəmə çox çətindir mənim üçün. Yəni, mən heç vaxt o böyük bir məsuliyyətdir. Amma yarım saatlıq olur da proqramı. Gedəndə elə rast gəlmişəm ki, o olub. Mən, məsəl üçün, belə baxıblar, kimdir yəni? Belə. Hətta onlara deyiblər mən kiməm, kim olduğumu. Deyiblər ki, məsələn, işdirəm ki, xalas qızı, onda başlayırlar tez özlərini yığışdırmağa ki, yəni, heç belə bir ifama reaksiya bildirməzlər ki, gözəldir, ya nədir? Belə də narazı baxırlar ki. Aygün, bunun səbəbi nədir səncə? Və bu nə vaxta kimi belə gedəcək? Bayaq danışdınız, Allah insanı pis qısqanclıqdan qorusun, gözəl qısqanclıq nəsib etsin. Bir-birimizi gözəl qısqanaq deyə, nə gözəldir, ay Allah, nə qəşəng, belə olsun, ya nə gözəl oxuyur, ay Allah, mən də istəyərdim, ya bunun bu işinə uğurlu alındı. Allah bizə belə qısqanclıqlar nəsib etsin. O dırnaq arası qısqanclıqları bizə göstərməsin. Çünki mən dediyim kimi, getdiyim bəzi məclislərdə elə olub, Zümrüd, görmüşəm ki, əməlli başlı belə, yəni bunun bura kim gətirib deyə baxıblar da, başa düşdünüz. Halbuki toy sahibi bəyənib, çağırıb, çox da razı olub, yəni yarım saat da olsa mən o toyu ələ ala bilmişəm. Əsas odur ki, əyləndirirsən, insanlar şənlənir o toyda.